Sizi də, hörmətli izləyicilərimizi də ürəkdən salamlayıram. Əlbəttə ki, ötən ilin sonlarında olan müsahibəmiz yadımdadır və həqiqətən də ötən bir ilə yaxın müddətdə Azərbaycanda çox ciddi negativ hadisələr baş verib və təəssüf ki, Azərbaycan negativə doğru dəyişib. Yəni, onsuz da ölkədə vəziyyət pis idi. Səhv eləmirəmsə, ötən ilin sonlarında hər halda COP29 vaxtı 319 nəfər ölkədə siyasi məhbus var idi. Hal-hazırda onların sayı 400 nəfərə yaxınlaşır. Hər halda son məlumat, hüquq müdafiəçilərinin verdiyi son məlumat 392-dir. Üstəlik, ötən bir ilin ərzində əvvəlki zamanlarda həbs olunmuş ictimai siyasi fəallar, müxalifət liderlərindən Tofiq Yaqublu uzun müddətli 9 il müddətinə azadlıqdan məhrum edilib və o cümlədən Abzas Medianın əməkdaşları uzun müddətli həbsə məhkum edilib və çoxlu sayda başqa ictimai siyasi fəallar uzun müddətli həbsə məhkum ediliblər. Şəxsən mənim ətrafımda çox saylı həbslər olub. Mart ayından bu günə qədər məni öz maşınında müxtəlif tədbirlərə aparan, yaxud da məni müşayiət edən 10 nəfər Xalq Cəbhəsi fəalı müxtəlif qurama ittihamlarla həbs olunub. Onlardan 3 nəfəri ilə bağlı ağır cinayət işləri ilə bağlı cinayət işi başlanıb. Onlar uzun müddətli həbsə göndəriliblər. Digərləri isə inzibati qaydada həbs olunublar. Ötən bir ilə yaxın müddətdə Azərbaycanda sosial-iqtisadi vəziyyət daha da pisləşib. Və demək olar ki, bütün il ərzində biz qiymətlərin artmasını müşahidə etmişik. Müxtəlif vergilərin icad edilməsini şahid olmuşuq. Çox saylı yeni cərimələr tətbiq olunub, aksizlər artırılıb və beləliklə bütün il sosial-iqtisadi vəziyyətin də pisləşməsi ilə xarakterizə olunub. Beləliklə, Azərbaycanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyətdə, repressiyalarda ötən bir ilin ərzində daha da sərtləşib, daha da pisləşib. Ölkəmiz çox təəssüf ki, yalnız negativə doğru dəyişib. Hörmətli izləyicilərimiz üçün aydınlaşdıraq ki, ötən bir ilin ərzində mənə pasport verilməməsi məsələsini əslində mən yox, beynəlxalq ictimaiyyət gündəmə gətirib. Necə gündəmə gətiriblər? Mən ard-arda son 2 ayın ərzində Avropada keçirilən 4 mühüm beynəlxalq tədbirə dəvət olundum. Varşavada və Rigada keçirilən təhlükəsizliklə bağlı konferanslara dəvət olundum. Afinada və Praqada keçirilən demokratiya ilə bağlı forumlara dəvət olundum. Və buna görə də məhz bu dəvətlərdə iştirak edə bilməkdən ötürü mən prokurorluğa müraciət etdim. Onlardan cavab olmayınca Asan Xidmətə, Daxili İşlər Nazirliyinə müraciət etdim və onların heç biri çıxıb mənə izah edə bilmədilər ki, Azərbaycan hakimiyyəti nəyə görə 20 il ərzində mənə pasport vermir. Mənim özümə isə, mən bilən elə xalqımıza da aydındır nəyə görə mənə pasport vermirlər. Təkcə xatırlatmaq kifayətdir ki, mənim sonuncu pasportlu ilim olub 2005-ci il və həmin il mən səhv eləmirəmsə 8 ya 10 Avropa ölkəsində səfərdə olmuşam və o cümlədən həm Avropa parlamentində, həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı dinləmələrdə çıxış etmişəm. Və zaten Aşpadakı sonuncu çıxışım mənim Avropadakı sonuncu çıxışım olub. Mən orada o vaxt təklif etmişdim ki, Azərbaycanda parlament seçkiləri saxtalaşdırıldığı üçün Azərbaycan nümayəndə heyətinin mandatı tanınmasın. O qərara Avropa Şurası Parlament Assambleyası 18 il sonra gəldi. Amma hökumət mənim o prinsipial mövqeyimi bağışlamadı və mən Bakıya dönəndən sonra pasportumu yenidən almağa imkan verilmədi və mən 20 ildir ki, məhz beynəlxalq əlaqələrimin məhdudlaşdırılması üçün pasportdan məhrum edilmişəm. Amma tək pasport deyil ki, ümumiyyətlə Azərbaycan hökuməti hər şey eləyir ki, mən normal olaraq öz vəzifəmi, müxalifətçilik vəzifəsini yerinə yetirə bilməyim. Elə o vaxtdan da bizi ofisdən məhrum eləyiblər. Ondan sonra bilirsiniz ki, icarəyə götürdüyümüz ofislərin birini qaz balonu ilə partladıblar, birinin qapılarını qaynaq eləyiblər. Uzun müddətdir ki, mənim ətrafımda sistemli şəkildə həbslər davam edir. Demək olar ki, ətrafımdakı əksər funksionerlər, komanda yoldaşlarım həbsxanalardan keçiblər bu illərin ərzində. 5 ildən artıqdır ki, artıq internet blokadası da tətbiq olunub. Yəni, pasport verilməməsi bu ümumi kontekstdə baxılmalıdır ki, mənə qarşı qadağaların bir hissəsidir. Azərbaycan hakimiyyəti mənim beynəlxalq əlaqələrimin
qarşısını almaqdan ötürü bu addımı atır və müxalifətin normal şərtlərlə onunla yarışa bilməməsi üçün bu məhdudiyyəti yaradır. Amma indi artıq hökumətin bu qərarı onun özünü də vurur. Bumerang effekti ilə. Çünki çox nüfuzlu, məsələn, beynəlxalq tədbirlərdə Praqadakı Forum 2000 konferansında olduğu kimi elan olunur ki, Azərbaycan hakimiyyəti Əli Kərimliyə 20 ildir müxtəlif bəhanələrlə pasport vermir. Bütün dünya bunu bilir. Dünyanın ən nüfuzlu demək olar ki, mətbuat vasitələri mənimlə müsahibə eləyəndə mütləq özləri, heç mənim bunu xatırlatmağıma ehtiyac qalmır. Onlar özləri suallarında bildirirlər ki, biz bilirik ki, sizə qarşı 20 ildir pasport məhdudiyyəti qadağası var. Yəni, faktiki hökumət bir tərəfdən mənim beynəlxalq əlaqələrimi məhdudlaşdırırsa bu pasport qadağası ilə, amma o bir tərəfdən bumerang effekti ilə özünü də rüsvay eləyir və bütün dünya xəbər tutur ki, Azərbaycan hakimiyyəti o qədər siyasi baxımdan özünü aciz bilir ki, hətta deməli, siyasi rəqibini pasportdan və internetdən də məhrum etməyi özünə rəva görür. Kimdir ki, Ramiz Mehdiyev mən ona işləyim? Ümumiyyətlə, mən kiməsə işləyə bilərəm. Mən minlərlə, 10 minlərlə cəsur cəbhəçinin özünə lider seçdiyi bir şəxsəm. Mənim onların qarşısında məsuliyyətim var. Mən necə kiməsə işləyə bilərəm? Mən əgər vaxtilə Heydər Əliyevin qalıb onunla işləmək təklifini qəbul etməmişəmsə, həm də o zaman 28 yaşımda mən dövlət katibi idim. Yəni, faktiki Ramiz Mehdiyevin özünə ad qazandırdığı, demək, imkanlar, imtiyazlar qazandırdığı, çox böyük sərvətlər qazandırdığı həmin o vəzifəni mən 28 yaşımda könüllü şəkildə əlimin dalı ilə itəliyib o kabinetdən, həmin kabinetdən çıxmış adamam. Gənclərin yadına salmaq istəyirəm ki, vaxtilə prezident administrasiyasının rəhbəri vəzifəsinin adı dövlət katibi gedirdi. Mən o vəzifədən imtina eləyəndən sonra Heydər Əliyevin qalıb işləmək təklifinə baxmayaraq, əvvəlcə Lalə xanım təyin olundu dövlət katibi, sonra da Ramiz Mehdiyev həmin vəzifəyə təyin olundu. Bir müddətdən sonra da deməli onun adı dəyişdirildi, oldu prezident administrasiyasının rəhbəri. Yəni mən 28 yaşımda bir mənalı şəkildə rədd etdiyim bir vəzifədə oturan adama necə işləyə bilərəm? Və ona görə də mən bunu əlbəttə ki, özümə təhqiramiz qəbul edirəm. Və ümumiyyətlə sizin sualınız mənə imkan yaradır deyim ki, mən Azərbaycan xalqından başqa kimsəyə işləməmişəm, işləmirəm, işləmərəm də. Ona görə də hamı bilməlidir ki, mənim bundan sonraki nə qədər siyasi fəaliyyətim olacaqsa, bir mənalı şəkildə xalqımıza xidmətdən ibarət olacaq. Ona görə də bu məsələdə bir mənalı şəkildə nöqtə qoymaq lazımdır. İkincisi, Ramiz Mehdiyev ölkədə faktiki ikinci böyük vəzifədə olan zaman və ölkənin idarə edilməsində çox mühüm rolu olan zaman mən ən çox repressiyalara məruz qalmışam. Mənim ailəmə qarşı olan repressiya, ailə üzvlərimin həbs olunmağı elə onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Mənim siyasi komandamın həbs olunduğu, bütün müavinlərimin, müşavirlərimin, köməkçimin, ən yaxın adamlarımın həbs olunduğu elə onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Hətta özümün işgəncə görməyim də onun prezident aparatının rəhbəri olduğu zamanlara düşür. Ona görə də bu çox absurd, çox yapışmayan bir iddiadır. Bilirsiniz, amma məni çox da təəccübləndirmir. Çünki əgər bu adamlar qərəz gözlərini elə bağlayıbsa, Əli Kərimlini mütləq harasa bağlamaq istəyi ilə, hətta məni vaxtilə İŞİD-a, nə bilim, demək, Hizbullaha, İrana, Ermənistana, FETÖ-ya bağlamaq istəyiblərsə, prinsip etibarilə yəqin ki, istənilən adamla da bağlamaq istəyə bilərlər. Amma yalançının yaddaşı olmadığı üçün Azərbaycan xalqı da bilir bunların hamısını və bir mənalı şəkildə bilirəm ki, bu iddiaları heç kim ciddi qəbulləmir. Heç hökumətin içində də kimsə bu iddiaları ciddi qəbulləmir. Çünki Ramiz Mehdiyevin vəzifəyə qoyduğu adamlar bəlli. Ramiz Mehdiyevin bircə iş çevirdiyi adamlar bəlli. Ramiz Mehdiyev birbaşa vəzifədə olanda mən 2 dəfə seçkilərdə haqqım tapdalanıb və Avropa məhkəməsi bunu təsdiq edib. Mən elə belə söz demirəm. Avropa məhkəməsindən əlimdə qərar var ki, mənim deməli deputat seçilməyimin qarşısı dövlət tərəfindən alınıb. Həmin zamanda bu adam yüksək vəzifədə çalışırdı. Ona görə də bu tamamilə cəfəng bir iddiadır. Bu iş necə olacaq? Bunu açıq demək çətindir. Çünki
Bilirsiniz, Ramiz Mehdiyevlə bağlı hələlik yalnız hökumət mətbuatı nələrsə yazır, danışır. Amma hökumətin özünün xüsusi xidmət orqanları, güc strukturları hələ Ramiz Mehdiyevlə bağlı hər hansı bir rəsmi ittihamı ortaya qoymayıblar. Əlbəttə ki, Ramiz Mehdiyev, məsələn, əgər mühakimə olunsa korrupsiyaya görə, demək, öz vəzifəsindən sui-istifadə edib ölkədə repressiyalar apardığına görə, insanları qanunsuz olaraq həbs etdirdiyinə görə, seçkiləri saxtalaşdırdığına görə mənim heç bir şübhəm yoxdur ki, onun bu əməllərdə çox önəmli rolu olub. İndi iddia olunan cinayət işi ilə bağlı da mümkündür, amma hələ ki ortada birmənalı şəkildə faktlar yoxdur. Yəqin ki, hökumətin əlində ciddi faktlar varsa, onu ən azı məhkəməyə təqdim eləyəcək və Azərbaycan cəmiyyəti də onda biləcək ki, həqiqətən də bu adamla bağlı bu iddialar haqlıdır yoxsa yox. Hələlik bu barədə birmənalı demək çətindir, amma prinsip etibarilə bu adam onsuz da bu rejimin bütün cinayətlərinə bulaşmış bir şəxsdir. Tamamilə haqlısınız ki, ölkədə azad mətbuat qalmayıb. Demək olar ki, heç müstəqil jurnalist də qalmayıb. Ya həbs olunublar, ya mühacirətə getməyə məcbur olublar, ya peşələrini artıq davam etdirmirlər. Burada bir sir yoxdur, qoy xalqımız da bilsin. Sizin dediyiniz o ibtidai üsul bundan ibarətdir ki, mən sizin suallarınızı almışam və bu video cavabları özüm çəkib bir yolla sizə göndərəcəm. Yəni, Azərbaycan hakimiyyətinin yaratdığı reallıq bundan ibarətdir ki, mən hətta sizin verdiyiniz suallara da normal qaydada bir jurnalist gəlsin, bu sualları soruşsun, mən də onlara cavab verim, bu imkan da yoxdur. Yəni, artıq ölkədə bütün o minimal media imkanlarını qapadıblar. Və bu məqsəd yönlü şəkildə baş verib. Bu, şəxsən İlham Əliyevin görmək istədiyi Azərbaycan məhz belədir. O, Azərbaycanda müstəqil mətbuat görmək istəmir. O, Azərbaycanda yerli və faktiki olaraq, məsələn, seçkiləri də müşahidə eləyə bilən güclü vətəndaş cəmiyyəti görmək istəmir. O, Azərbaycanda prinsipial, onun konfigurasiyasına daxil olmayan və onun siyasətini prinsipial olaraq tənqid eləyə bilən müxalifət görmək istəmir. Ona görə də bu baş verənlərin heç biri təsadüfi deyil, ümumi siyasətin tərkib hissəsidir və bu ümumi siyasət ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti Azərbaycanı müxalifətsiz, vətəndaş cəmiyyətsiz və jurnalistikasız qoymaq istəyir. Buna nail ola biləcəkmi? Mən inanıram ki, mümkün olmayacaq. Xüsusilə internet, sosial şəbəkələr elə bir şərait yaradıb ki, açığı, bundan sonra hətta Azərbaycanda həbslərin sayı artsa belə, yenə də Azərbaycan hakimiyyəti ona nail ola bilməyəcək ki, informasiya üzərində tam nəzarət etsin. Azərbaycana hal-hazırda çox ciddi şəkildə təsir eləyir ictimai rəyə, sosial şəbəkələr və o sosial şəbəkələri qapatmaq da mümkün deyil. Bu bütövlükdə Azərbaycanın dünyadan qapanmasına gətirib çıxarda bilər, tam olaraq şimali koreyalaşma ola bilər. Eyni zamanda, əgər bu sosial şəbəkələr qalacaqsa, o zaman fikrə, azad fikrə nəzarət də mümkün olmayacaq. Amma biz hökumətin niyyətini hal-hazırda görürük. Azərbaycan hökumətinin niyyəti ondan ibarətdir ki, cəmiyyəti bir mənalı şəkildə sustursun, ram eləsin, onun mübarizə əzminə qalib gəlsin, amma əminəm ki, bu mümkün olmayacaq. Həm hökumətin haqqını vermək lazımdır ki, dırnaq arasında əlbəttə ki, ölkəni türkmənistanlaşdırmaqdan ötürü həddindən artıq çox iş görür. Həm də bizim toplum olaraq haqqımız etiraf olunmalıdır ki, biz də Azərbaycanın tam olaraq türkmənistanlaşmasına ciddi müqavimət göstəririk. Əlbəttə ki, ölkədə vəziyyət çox ağırdır. Heç Türkmənistanda bu qədər siyasi məhbus yoxdur. Əgər biz statistik olaraq baxsaq, Azərbaycanda 400 nəfərə yaxınlaşır siyasi məhbusların sayı. Bu da hər milyon nəfərə 40 nəfər siyasi məhbus deməkdir. Bütövlükdə dünyada cəmi bir neçə bu qədər repressiv ölkə var ki, yəni hər milyon əhalisinə 40 nəfər siyasi məhbus düşür. Hətta bu işğalçı, imperialist Rusiyada belə hər milyon nəfərə deməli, nəinki 40 nəfər deməli məhbus düşmür, daha da dəfələrlə azdır. Bu baxımdan götürəndə kimsə iddia edə bilər ki, biz Türkmənistanda keçmişik. Amma mən belə saymıram. Çünki mənim aləmimdə Türkmənistanlaşma məhbusların, qanunsuzluqların, qadağaların çoxluğu ilə ölçülməli deyil, cəmiyyətin müqavimət potensialının tamamilə aradan qaldırılması ilə qiymətləndirilməlidir. Elə bizim toplum olaraq gücümüz ondadır ki, biz o keçmiş demokratik irsimizdən, xalq cumhuriyyəti irsindən,
vaxtilə Xalq Cəbhəsinin bir illik hakimiyyətində Elçibəy hökumətinin yaratdığı demokratiyadan istifadə edərək bizdə bu demokratik institutlar, demokratik təfəkkür o qədər güclənib, genişlənib ki, bu qədər həbslərə rəğmən Azərbaycan cəmiyyətini susturmaq mümkün olmur. Bu mənada biz əlbəttə ki, sözümüzün üzərində durmuşuq və Azərbaycanın türkmenistanlaşdırılmasına imkan verməmişik. Necə verməmişik? İlk növbədə mən burada əlbəttə ki, bizim elə siyasi məhbusların özünün xidmətini qiymətləndirmək istəyirəm və buradan onları salamlayıram, onlara rəğbətimi ifadə edirəm. Çünki onların böyük əksəriyyəti məhbəsdə belə mübarizələrini davam etdirirlər. Siz təsəvvür edirsiniz, bizim o gənc qızlar, jurnalist qızlar içəridə məhbəsdə belə hətta öz peşələrini davam etdirirlər. Oradan reportajlar yazırlar, araşdırmalar ortaya qoyurlar. Nəinki təslim olunurlar, cəmiyyətə bir nümunə göstərirlər. Eləcə də başqa ictimai siyasi fəallar hər məhkəmə prosesini rejimin ifşasına çevirirlər. Bax, birinci bu faktor. İki, həmin bu həbs olunmuş ictimai siyasi fəalların, xüsusilə də redaksiyaların, deməli, müəyyən bir hissəsi ki, qalıb Avropada, sizlər, təşəkkür edirəm ki, həmin o mübarizəni siz də bu şəkildə davam etdirirsiniz. Faktiki kollektivi tamamilə həbs olunmuş, hər halda ki, Azərbaycandakı kollektivi, Meydan TV-də, Toplum TV-də, Abzas Mediada öz fəaliyyətini davam etdirir. Yəni siz sosial şəbəkələr üzərindən əvvəl necə insanları maarifləndirirsiniz, həqiqətləri tirajlayırdınızsa, bu işi bu gün də davam etdirirsiniz. Və nəhayət biz müxalifət olaraq hər şey eləyirik ki, Azərbaycanda azad səslər tamamilə susturulmasın. Biz öz strukturlarımızı qoruyub saxlayırıq. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri hətta şəhidlər xiyabanı haqqında xüsusi qanun belə qəbul etdirməklə bizim ora izdihamlı ziyarətlərimizin qarşısını almaq istəyirlər. Çünki Azərbaycan cəmiyyəti baxıb görür ki, sərbəst toplaşmaq azadlığının da olmadığı, hər cür qadağalar şəraitində yaşayan müxalifət, üzvləri kütləvi şəkildə həbs olunmağına da baxmayaraq, amma həmin bu ziyarətlərə minlərlə insanla gedirik. Yəni bu onun nümayişidir ki, Azərbaycanda ən azı minlərlə insan bu repressiyaların qarşısında təslim olmuyor. Ona görə biz strukturlarımızı qoruyub saxlayırıq. Biz hətta səsimizi dünyaya çatdırırıq. Artıq hətta əvvəlki illərdən də daha gür çıxır bizim səsimiz bütün dünyaya. Bütün dünya Azərbaycandakı mübarizəni izləyir. Azərbaycan xalqının təslim olmadığını, Azərbaycan xalqının bu ağır şərtlər altında belə demokratiya mübarizəsi, respublika mübarizəsi apardığının fərqindədir bütün dünya. İctimai rəyə də bizim demokratik düşərgənin böyük təsirimiz var. Hökumət hər nə qədər ənənəvi mətbuatı ələ keçirsə də, amma sosial şəbəkələr üzərindən ictimai rəyin formalaşmasına bütövlükdə bizim demokratik düşərgənin çox böyük təsiri var. Və bütün bu faktorların hamısı o deməkdir ki, Azərbaycan hətta 400 nəfərə yaxın siyasi motivli həbslərdən sonra da türkmenistanlaşmayıb. Və bu gün də bizim cəmiyyətdə müqavimət davam edir və Azərbaycanın türkmenistanlaşmadığının ən mühüm əlaməti ondan ibarətdir ki, günü sabah Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunsun, meydanlar müxalifətin olacaq. Bir neçə aydan sonra ölkədə həqiqi demokratik seçki keçirilsin, hökumətin sonuncu seçkisi olacaq. Hökumət məğlub olacaq həmin seçkidə. Ona görə də ictimai rəyin bu qədər əlində resurs toplamış, hökumətdən yana yox, əzilən, sıxışdırılan, təqib olunan qüvvələrdən yana olmağı və Azərbaycan ictimai rəyinin dəyişimdən yana olmağı bizim ən böyük nisbi uğurumuzdur və Azərbaycanın hələ də türkmenistanlaşmadığını və bizim də sözümüzün üzərində durduğumuzun göstəricisidir. Əlbəttə, mən də görürəm, oxuyuram, hökumət mətbuatı sanki mənim həbsimə zəmin yaradır, amma bu yeni xəbər də deyil açığı. Mən artıq, bəlkə də 10 ildən artıqdır, bəlkə də 20 ilə yaxındır ki, həbs təhlükəsi hər zaman mənim üçün real olaraq qalır. Siz elə bilirsiniz ki, təsadüfüdür ki, ən azı 10 nəfər şəxs özləri məhkəmələrdə ifadə veriblər ki, onlar işgəncəyə məruz qalıb ki, mənə qarşı saxta, ittiham edici ifadələr versinlər. Əlbəttə ki, hökumət məni çox saylı, müxtəlif absurd işlərə bağlamaq istəyib, dəfələrlə məni həbs etmək istəyib. Hətta bir neçə cinayət işi üzrə mən dindirilmişəm də, mənimlə bağlı icraatlar ayrıca icraata da götürülüb. İndi də o proses davam edir. Hər ehtimala qarşı ölkənin demək bu PR işinə baxan
media işinə baxan strukturları və xüsusi xidmət orqanları, belə deyək də, İlham Əliyevə manevr imkanı yaratmaqdan ötürü ki, o istəsə istənilən vaxtı Əli Kərimlini həbs eləmək üçün bəhanə olsun, hər ehtimala qarşı özlərini hazır vəziyyətdə saxlayırlar və həmin o absurd iddialar, ittihamlar səsləndirilir. Bunların hamısı əlbəttə ki, yeni bir xəbər deyil. Bilirsiniz, mən əlbəttə ki, hökumət məni həbs eləyə bilər. Burada bir, belə deyək, xüsusi bir çətinlik yoxdur. Hüquq tanımayan, ədalət tanımayan, qanun tanımayan bir hökumətdir. Amma bunu da açıq danışmaq lazımdır ki, indi artıq fikir verin, dünya mətbuatı, mən yox, dünya mətbuatı mənimlə müsahibələrdə məni dünyaya necə təqdim edir? Siz hamınız görürsünüz ki, məni məhz müxalifət lideri olaraq dünyaya təqdim edirlər, belə tanıyırlar. Mən özüm demirəm bunu, mən özümü hər zaman Xalq Cəbhəsinin sədri kimi təqdim eləmişəm. Amma dünya mətbuatı və beynəlxalq aləm artıq məni bu statusda görür və tanıyır. Və bu statusda insanları həbs eləmək, dediyim kimi, mümkündür, amma çox ciddi problemlər yaradır istənilən hökumətə. Hətta Maduro kimi, demək 50 milyon başına pul qoyulmuş adam belə Venezuela müxalifətinin liderini həbs etmək qərarına getməyib. Hətta Belarusda belə xanım Svetlana Tikhanovskayanı məcbur elədilər ki, ölkədən geçsin, amma həbs eləmədilər. Yeri gəlmişəm, burada dərhal deyim ki, mən bu pasport istəməyimdən istifadə edib dedikodu yayanlara demək istəyirəm. Bax, sizin hər kəsin qarşısında deyirəm, əlbəttə ki, pasportum olsa xarici səfərlərə gedərəm, amma heç zaman, heç bir halda ölkəni tərk eləmək və mühacirətə getmək Əli Kərimli üçün mümkün bir variant deyil. Bunu bir mənalı şəkildə bildirirəm. Və beləliklə, nəyi vurğulamaq istəyirəm? Əlbəttə ki, mənim fəaliyyətim hökuməti əsəbləşdirir. Onun, belə deyək də, yaratmaq istədiyi buradakı düzəni mənim fəaliyyətim pozur, ona uyğun gəlmir. O konfigurasiyadır, nə bilim, ətrafımızda bir cızıqdır, hər nədirsə, onu mənim fəaliyyətim pozur və hökuməti əsəbləşdirir, acıqlandırır. Mən görürəm ki, onların əsəbləri dözmür. Amma o bir tərəfdən onu da hesablayırlar ki, prinsip etibarilə həbsim də axı problemi tam həll etməyəcək. Qətiyyən həll etməyəcək. Onun da tamam başqa baş ağrıları olacaq. Və ona görə də onlar mütəmadi olaraq, necə deyərlər, analiz edirlər, tərəzidə çəkirlər. Nisbi azadlıqda olan, faktiki ev dustaqlığı şəraitində olan Əli Kərimlinin yarım azadlıqdakı fəaliyyəti Azərbaycan hakimiyyətinə daha çox zərər vurur, yoxsa onun həbs olunması Azərbaycan hakimiyyətinə daha çox zərər vurur. Bax, bunu hesablayırlar, qərarı da ona görə verirlər. Yəni, prinsip etibarilə burada mənə münasibət aydındır. Əgər mənim özüm ən ağır işgəncələri görmüşəmsə, ətrafım kütləvi qaydada həbs olunursa, mənə münasibət aydındır və bütün o məhrumiyyətləri sadalamaq istəmirəm. Sadəcə hökumət öz maraqlarına görə hesablayacaq ki, nə zaman bu qərarı versin, yoxsa versinmi ümumiyyətlə? Çünki dediyim kimi, bu qərar da problemin həlli deyil. Bəli, mən sizin yaratdığınız bu imkandan istifadə edib ona da münasibət bildirirəm. Əli Kərimlinin ehtimal olunan həbsi qətiyyən Azərbaycan müxalifətini heç xalq cəbhəsində bitirməyəcək. Bizim mübarizəmiz həbsxanadan davam edəcək. Bizim səsimiz yenə də bütün dünyaya çatacaq. Yəni, bugün biz nə iş görürüksə, həmin işləri biz yenə də görəcəyik. Yenə də Azərbaycan xalq cəbhəsinin mənsubları, hətta indikindən də yəqin ki, 2 dəfə, 1,5 dəfə bəlkə azı, daha böyük əzmlə mübarizə aparacaqlar. Nə deməklər? Əli Kərimlini həbs eləyəcəklər və cəbhəçilər də dağılışıb gedəcək? Olmayacaq. Əli Kərimlini həbs eləyəcəklər və bütün dünya da unudacaq artıq onu, maraqlanmayacaq, olmayacaq belə şeylər. Və ictimai rəyə təsir imkanlarımız da bizim azalmayacaq. Və yer gəlmişkən, bu yaxınlarda çox dəhşətli belə analitik bir araşdırma ilə çıxış etmişdi Qafqaz Info ki, mənim deməli sosial şəbəkəm, səhifələrim xaricdən, Fransadan ya Amerikadan idarə olunur. Prinsip yollar yalan demirlər və mən bunu dönə-dönə demişəm. Mənim əgər internetim yoxdursa, mən necə idarə edə bilərəm bu səhifələri? Və hökumətə demək istəyirəm ki, nəinki xalq cəbhəsinə yaxın olan bütün informasiya resursları, hətta Əli Kərimlinin öz səhifələri belə işləyəcək. Mən həbs olunan şəraitdə də. Yəni, prinsip etibarilə hökumət çox da şey qazanmayacaq. Bunu açıq demək lazımdır. Və ona görə də ölçsün, bitsin. Mən açıq bəyan edirəm. Nə hökumətin məni asanlıqla həbs eləməsi üçün kömək eləmirəm onlara. Yəni, heç bir qanunu pozmuram. Bunu hər kəs bilsin. Nə zaman, hansı bəhanə ilə həbs olunsam, dəqiq bilin ki, bu şərləmədir. Çünki mən nəinki qanunları, özüm hüquqşünasam axı, heç bu inzibati məcəlləndə pozmuram. Heç zaman qanundan kənar bir addım atmıram.
Mən indi müəyyən təcrübəsi olan hüquqşünas adamam. Bilmirəm ki, mən kimlərlə hansı mübarizəyə çıxmışam. Mən qanun pozub, sonra da belə sərbəst şəkildə fikirlərimi açıq ifadə edə bilərəm. Əlbəttə ki, ona görə birincisi bu məsələdir. Mən heç bir qanun pozuntusuna yol vermirəm. İki, mən həbs olunmamaq üçün də heç nə eləmirəm. Yəni, ritorikamı dəyişmirəm, gördüyünüz kimi. Siyasi prinsiplərimdən vaz keçmirəm və keçməyəcəm də. Mübarizəmdən vaz keçmirəm və keçməyəcəm də. İndi qalanı artıq hökumətin biləcəyi məsələdir. Onlar hesab eləyərlər ki, demək artıq həbs eləmək vaxtıdır, qərarlarını verərlər. Hesab eləyərlər ki, yox, hələ də dözmək lazımdır, dözərlər. Bu məsələ ilə bağlı qərar onlarındır, amma mənim deyəcəyim odur ki, heç bir halda, bunu hər kəs bilsin, demək istənilən halda Əli Kərimlinin həbsi ölkədəki siyasi vəziyyəti kökündən dəyişməyəcək. Bizim mübarizəmiz davam eləyəcək. Biz hətta ola bilsin ki, mənəvi siyasi baxımdan daha da güclənəcəyik. Səsimiz daha da dünyanın bütün belə deyək, güc bucağına çatacaq, bütün dünyaya çatacaq və bu mənada mən psixoloji baxımdan gördüyünüz kimi ona da hazıram. Buyursunlar hansı qərarı istəyirlərsə versinlər. Yox, mən bu iddiaları əsaslı hesab eləmirəm. Mən inanıram ki, İlham Əliyev nə qədər bacarsa, məhz özü hakimiyyətdə qalmağa çalışacaq. O özü də yaxşı bilir ki, dünya şərtləri sürətlə dəyişir və onun və bütövlükdə bütün avtoritar ailə hakimiyyətlərinin o qədər də uzun bir müddəti yoxdur ki, onlar prinsip etibarilə ona nail olsunlar ki, hakimiyyət estafetini özlərindən sonra da kimlərəsə demək, ötürə bilsinlər. Bu mənada hesab edirəm ki, İlham Əliyev bacardığı qədər məhz özü hakimiyyətdə qalmaq istəyəcək. Tez-tez vaxtaşırı onun güya ailənin hansısa başqa bir üzvünə hakimiyyəti ötürəcəyi barədə iddialar isə əsassızdır və daha çox bu məqsədlə bu iddialar, bu dedikodular yayılır ki, insanlarda şuuraltı belə bir təəssürat yaratsınlar ki, həqiqətən də bunlar elə əbədi olacaqlar və ona görə də sadəcə qalıb ki, ailə daxilində sıralama necə olacaq, kim kimə estafeti ötürəcək, belə olmayacaq. Və Azərbaycanda bütün avtoritar rejimlər də siyasət, tarix səhnəsini tərk edəcəklər. Ona görə də hesab edirəm ki, deməli, ona inanıram ki, İlham Əliyev bacardığı qədər şəxsən özü hakimiyyətdə qalmağa çalışacaq. Onun nəyə görə acıqlı olmağı isə onunla bağlıdır ki, indi o məşhur sözlə desək, indiki gənclər bilmirlər, amma İlham Əliyev uzun illər bundan əvvəl 22 il öncə hakimiyyətə gələndə vəd eləmişdi ki, ilk 5 ildə 2008-ci ilə qədər Azərbaycanda müxalifəti tamamilə məhv eləyəcək. Əlbəttə ki, çox təəssüf doğuracaq bir haldır ki, ölkəyə rəhbərlik eləyən şəxs fərqində deyil ki, ölkəni müxalifətsiz qoymaq nə qədər böyük bir fəlakətdir. Müasir dünyada müxalifətsiz ölkə olmaq artıq bir mənalı şəkildə diktatura kimi qəbul edilmək deməkdir. Bəs İlham Əliyev bu ilin yanvar ayında adadakı çıxışında təəccüblə, biraz da etirazla deyirdi ki, dünya mediası bizi diktatura adlandırır və gülürdü buna. Bu iddianı əsaslı saymırdı. Əgər ölkədə müxalifəti tamamilə ləğv etmək və hakimiyyəti istədiyin qədər estafetlə ailə üzvlərinə ötürmək planları olarsa, bu əlbəttə ki, bütün dünyada məhz Azərbaycandakı diktaturanın isbatı, sübutu ola bilər. Amma müxalifətin olmamağının indiyə qədər alınmaması İlham Əliyevi acıqlandırır və ona görə də bütün vintləri əlində olan bütün imkanlarla sıxır, həm vətəndaş cəmiyyətini ləğv eləmək istəyir, həm azad mətbuatı, həm də müxalifəti tamamilə istədiyi şəkilə salmaq istəyir. Yəni bu hakimiyyəti ötürmək iddiası ilə bağlı deyil, Azərbaycan cəmiyyətini tam istədiyi şəkildə ram etmək iddiası ilə bağlıdır. Mən sizə təşəkkür edirəm ki, siz indi həbs olunmuş həmkarlarınızın, dostlarınızın işini davam etdirirsiniz. Bilirəm ki, çətinliklə bunu edirsiniz. Çox az sayda kollektivlə qalmısınız. Maddi baxımdan da çətinliyiniz var. Amma bu işi davam etdirirsiniz. Buna görə təşəkkür edirəm və yeri gəlmişkən xalqımıza da müraciət edirəm ki, Meydan TV, Toplum TV, Abzas Media kimi müstəqil qurumların, hətta kollektivləri həbs olunandan sonra da fəaliyyətlərini davam etdirməsinə hamımız yardımcı olaq. Sonda xalqımıza isə onu demək istəyirəm ki, hər kəs fərqində olsun ki, Azərbaycan xalqının hazırda yaşadığı imkansızlıq, işsizlik, yoxsulluq,
Hər gün demək olar ki, vergilərin, rüsumların, aksizlərin, cərmələrin, qiymətlərin artması, üzləşdiyimiz haqsızlıqlar, hüquqsuzluqlar, bunların hamısı ölkədəki siyasətlə, ölkə hakimiyyətinin zəbt edilməsi ilə bağlıdır. Əgər bir ölkədə məhkəmə olsa, azad mətbuat olsa, parlament normal fəaliyyət göstərsə, hakimiyyət seçki yolu ilə sizin səsinizlə dəyişsə, formalaşsa, sizin indi qarşılaşdığınız problemlərin hamısı həll oluna biləndir. Azərbaycan xalqına çox böyük bir yalan deyiblər və təəssüf ki, müəyyən sayda insan bu yalana inanıb. Azərbaycan xalqına deyiblər ki, güya o siyasətə qarışmasa, taleyinə sahib çıxmasa, ətrafında baş verən qanunsuzluqlara etiraz etməsə, güya onun başı da salamat qalacaq, işi də olacaq, bir təhər dolanacaq da. Bu belə deyil. Mən bilən ötən illərdə yaşadıqlarımız bizə dönə-dönə sübut edib. Ölkədə hüquq yoxsa, ölkədə ədalət yoxsa, ölkədə qanunlar tapdalanırsa, heç kimin heç nəyi yoxdur, ən əsası millətin sabahı yoxdur. Ona görə də bu siyasətə qarışmamaq prinsipindən nəhayət kənara çəkilmək lazımdır və taleyimizə sahib olmalıyıq hamımız. Yəni bu əslində bir siyasətə qarışmaq da deyil. Mən sizi ona çağırmıram ki, konkret hansısa bir partiyaya qoşulun, hakimiyyət uğrunda mübarizə aparın. Amma vətəndaş olmaq, taleyimizə sahib çıxmaq, ətrafımızda, sağımızda, solumuzda, evimizdə qarşılaşdığımız haqsızlıqlara etiraz etmək vətəndaşlıq borcudur. Və nə qədər çox Azərbaycanlı bu vətəndaşlıq borcunu yerinə yetirmiş olsa, Azərbaycanın qurtuluşu da o qədər tez olacaq. Sağ olun, sağlıqla qalın.